Deməli, hər vaxtınız xeyir olsun dostlar. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bir məsələ ilə əlaqədar öz fikrimi bildirmək istəyirəm. Bir də görürsən ki, dostlar, bu ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev elə adamlara şərəf ordeni verir, elə adamlara şöhrət ordeni verir ki, elə adamlara tərəqqi medalı verir. Adamın yer ayağının altından yer başlayır titrəməyə ki, bu nədir bu? 100 dəfə sən buna şərəf ordeni vurur, bu şərəfli olası deyil. 100 dəfə şöhrət ordeni vurur, bu şöhrətli olası deyil. Nə də nə deyəsən ki, sən kimsən ki, ölkə rəhbərinə nəsə deyəsən. Deyir, nəyin nə vaxt verildiyini, nəyin nə vaxt həll olunduğunu mən hamıdan yaxşı bilirəm. Biz də qalırıq belə ac, susuz xalq gözləyir ki, cənab prezident nə vaxtsa nəyin yaxşı olacağını bilib, bu xalqa bir əncam çəkəcək. Məmurların əlində əzilmişik. Məmurlar artıq sümüyümüzü yiyib, iliyini də göyə tuturlar ki, görəsən içində, bunun sümüyün içində ilik qalıb ya yox. Elə bir vəziyyətdədir bugün Azərbaycan iqtisadiyyatı. Bunun haqqında demişəm. Dostlar, bir məsələni sizinlə bölüşmək istəyirəm. Bu Azərbaycanda bugünə qədər kim İlham Əliyevin şərəfini, ləyaqətini, namusunu təhqir eləyirsə, qardaş, yaşayır. Heç kim ona heç nə demir. Elə ki, kimsə İlham Əliyev haqqında müsbət fikir söyləyirsə, onu dəstəkləyirsə, elə bil Allahdan bilmirəm, nədir bu, nə bəladır, nə zülümdür, bu məmurlar niyə belə eləyirlər? O insanın günü qaradır ki, sən İlham Əliyevi dəstəkləyirsən. İndi də Mehriban Əliyevanı dəstəkləyən insan da vapşi anasını, dədəsini sürgün eləyirlər. Deyirlər ki, sən kimsən ki, bu Mehriban Əliyevanı dəstəkləyirsən? Elə ki, bir balaca tənqidi yanaşırsan, söyürsən, təhqir eləyirsən, çağırırlar aidiyyatı qurumlara. Elə bil ki, bunların ürəklərindəndir. Deyir, get bir də söy. Get anasını ağlat. Siz təsəvvür eləyirsiniz, bir neçə ay bundan əvvəl, bəlkə də ilə yaxınlaşır, bu Kəramət Böyükçölü tanıyırdınız da, yazıcı. Deyirdi, İlham Əliyevə salam verən ən şərəfsiz adamdır, ən ləyaqətsiz, ən namussuz adamdır. İlham Əliyev nə vaxtdan adam olubdur? Yadımıza gəlir də, içkili vəziyyətdə deyib, içkisiz deyib, nə bilim nə gördünüz. Kişiyə əməlli başlı yer verdilər ki, orada. Bir də bu yaxınlarda məsələnin əsas məğzi nədən ibarətdir? Bu, Kəramət Böyükçöl İlham Əliyevi söyəndən sonra, təhqir eləyəndən sonra, xalq arasında onun nüfuzuna ziyan gətirəndən sonra ona orada bir dənə yer verdilər ki, bu içkili vəziyyətdə olubdur. İndi başqası olsaydı, bilməm, indi nə eləmişdilər. Bu yaxınlarda bizim o müğənni kimi tanıdığımız Ruhiyyə Əliyeva tanıyırıq da. Kəramət Böyükçölün yanına gedib onun kitablarını alır. Deyir ki, bəs Türkiyə istirahətə gedirəm, sənin kitablarını da aparıram ki, orada nə bilim, satacaq, oxuyacaq. Milyoner adamdır, iş adamıdır. Bu neydi? İlham Rəhimovun da həyat yoldaşıdır. Özü də səmimi qadındır, mehriban qadındır. Həmişə hörmətim olan, belə hörmətini istədiyim bir qadındır. Amma Kəramət Böyükçölün o kitablarını alandan sonra mən öz-özümə fikirləşirəm ki, ay Ruhiyyə Əliyeva, yəqin ki, sizin də ölkə prezidentinə qarşı nəsə bir qıcığınız var. Bu deyir ki, İlham Əliyevə salam verənin, niyə salam verəsə? Hamısı yaltaq, şərəfsiz, namussuz adamdır. Yəni, bütün o aparatda oturanların hamısının anasını mələr qoydu, hamısının üzünə tüpürdü, dedi, siz yaltaqsınız. Amma heç birinin səs çıxmadı. Kəramət Böyükçölə böyük bir şans yaratdılar ki, bəs zaddır. İçkili olub, nə bilim nə. Ondan qabaq da yadımıza gəlir bu Müsavat Partiyasının başkanı yox, Müsavat mediasının müdiri neydi? Rauf Arifoğlu. O da yenə dedi ki, İlham Əliyevi başladı tənqid eləməyə. Ondan sonra gördünüz, indi ona şərait yaradıblar. İndi neyiniyək? İndi duraq İlham Əliyevi söyəkmi? İndi neyiniyək? Nə başa düşürək? Neyiniyək? Amma Ruhiyyə Əliyeva gəldi, Kəramətin kitablarını aldı, getdi. Bilirsən ki, ay Ruhiyyə Əliyeva, Kəramət Böyükçöl İlham Əliyevi şərəfsiz, ləyaqətsiz, namussuz kimi
bütün dünyaya bəyan elədi. İçkili vəziyyətdə. Yəqin ona görə alırsınız onun kitablarını, yoxsa bilmədim nəyə görə alırsınız. Amma mən sizə müraciət elədim ki, bəs yaxşı bir konferans keçirək. Amma siz onu bilmirəm, qəbul elədiniz, eləmədiniz. İstirahətə getməmişdən əvvəl Mehriban Əliyeva haqqında bir konferans keçirək də. Siz də iş adamısınız da, bir köməklik göstərəcəklər. Bu qədər indi qazanırsınız, iş adamısınız. Bunların hamısı İlham Əliyevin yəqin ki, siyasətin nəticəsində siz bu qədər qazanırsınız. Nə olur, bir dəfə də siz nəsə eləyin. İndi hardasa bəlkə nəsə eləmişsiniz, indi bir konferans keçirək də. Siz bilirsiniz ki, Mehriban Əliyeva Azərbaycan xalqına həmişə dəstək olubdur. Özü də ölkənin birinci vitse-prezidentidir. Yəni buna siz 5 manat, 3 manat lazım deyil sizin 5 manat, 3 manat. Heç olmasa mənəvi dəstək durmağınız da mı bu olmaz. Yəni bu haqqında fikirləşərdiniz. Amma Kəramət Böyüksölün kitabını alıb apara bilirsiniz. O kəramətin ki, ölkənin rəhbəri İlham Əliyevə qarşı həmişə təhqiramiz ifadələr işlədibdir və bu hakimiyyətdə güya ki tənqidçi olubdur. Gedib Əbülfəz Elçi bəyin bu qəbirdən o qəbrə gedir. Əbülfəz Elçi bəyin gedib qəbrini ziyarət eləyən ki, Hüseyn Heydər Əliyevin də qəbrini ziyarət eləsin də. Niyə eləmir ki? Bunların əqidələri budur. Ona görə də mən çox istərdim ki, Ruhiyyə Əliyeva bir qədər düşünsün.